Məhərrəm ayında özündə dönüş yaratmaq istəyən insanlar istiğfardan başlamalıdır, üzrxahlıqdan, tövbədən başlamalıdır. Bu aydan çox nəticə əldə eləmək istəyən insanlar istiğfar halında bu aya daxil olsun, üzrxahlıq, xəcalət halında. Çox böyük nəticələr verə bilər. Ümumiyyətlə, mən bunu keçən illərdə də çox demişəm ki, bu təqvim ay deyil. Bu günlərə sıradan bir gün kimi baxmayaq, məsələn, Zilhiccə ayı bitdi, Məhərrəm ayı gəldi. Yox, hər dəfə fikirləşin ki, bu hadisə, bu ilki Məhərrəm mənim həyatımda o qədər ciddi bir dönüş yarada bilər ki, həmişəlik dəyişə bilərəm. Baxmayın ki, məsələn, 10 Məhərrəm belə olmayıb, 20 Məhərrəm belə olmayıb, 21-cidə yenə də bu ümidlə bu aya daxil olmalıyıq. Çünki hər bir halda Məhərrəm ayının İmam Hüseyn əzasının belə bir qüdrəti var.